Hər birimizin hər vaxtı xeyir olsun. Allah hər birimizə gözəl evlərdə yaşamağı nəsib eləsin inşallah. Amin deyək, videomuza başlayaq. Möhtəşəm qiymətə. Bu nədir qardaş dediyim evlərdən biridir. Sağ tərəfində meyvə ağaçları. Mərdəkandayıq dəyərli izləyicilərimiz. Mərdəkanda 8-ci dalandan da gəlmək olur, 24-cü dalandan da gəlmək olur. Makaronlu tərəfdə daimi yaşaya biləcəyiniz bir yerdədir. 14 sotun içində bu möhtəşəm 500 kvadratlıq evi sizlərə təqdim edirəm. Qiymətini sonda deyəcəm, məncə almağa dəyər bir evdir. Burada şəlaləsi sadəcə qış ayı olduğu üçün bu dəqiqə biraz baxımsızdır. Hovuz falan təmizlənməyib. Burada da hovuzu var. 9 metr uzunluğunda, 5 metr enində, 1,55 dərinliyində hovuzu. Burada besetkası, orada axran evi. Maşallah bütün meyvələr də var. İnşallah bu ev kimə nəsib olsa, gəlib bu meyvə ağaçlarından meyvələrini dərib yeyər. Ya Allah. Buradan mətbəxə də giriş var. Ahım dağlara. Evə daxil olduq. Evə daxil olan kimi geniş bir hol bizi qarşılayır. Sağ tərəfdə geniş mətbəxi. Ev tam əşyalı formada satılır. O bayaq göstərdiyim qapı da orada da. Burada zalı. Bir dənə görüm, evi məndə gəzməmişəm. Sən orada gözlə, mən baxım görüm, padval var burada. Yox, sanitar qovşağıdır burada bir dənə. Burada bir dənə ümumi sanitar qovşağı. Burada istəsəz həm yataq otağı, həm kabinet kimi də istifadə edə bilərsiniz. Gəl qalxaq ikinci mərtəbəyə. Nə düşünürsən bu? Artıq ikinci mərtəbəyə mən də sizlərlə bərabər bu gördüyünüz qapıları açmamışam. Bir-bir gəlin, açaq baxaq, evdə nələr var. Bu birinci yataq otağı. Burada birinci yataq otağını gördük. Böyük ehtimal burada sanitar qovşağı. Profesional oldum belədir. Arada bir özümü tərifləyim. Burada ikinci yataq otağı. Burada üçüncü yataq otağı. Maşallah otaqlar da geniş daha deyim sana. Burada dördüncü yataq otağı. Və burada da sonda böyük ehtimal ki bu da bir yataq otağıdır. Burada bir yataq otağı və elə mən fikirləşdiyim kimi özünün sanitar qovşağı. İndi gedirik mansarda. Bir dənə də mansardı var. Qalxaq yuxarı. Sizlərlə burada sağollaşıram. Evimizin mansardında gördüyünüz kimi tam açıq və istilik sistemi var. Dəyərli müştərilərimiz, 700.000 manat start deyirəm bu evin qiymətini. Allah hər birimizə can sağlığı və ruzu bərəkət versin. İnşallah yeni videolarımızda görüşmək ümidi ilə. Hələlik.